Elə bir dünyada, elə bir aləmdə yaşayırıq ki, mayası çətinliklə yoğrulub. Quranda qeyd olunur ki, ərəbcə belə deyirlər, "Qəd xələqnəl insan fi kəbəd." Biz insanı çətinlikdə yaratdıq. Hər istədiyimiz olmayacaq. Bəzən istədiklərimizdən ayrılmalıyıq. Bu dünyanın qaydası, qanunudur və biz bu qanunlar, bu qaydalar vasitəsilə inkişaf edirik. Təsəvvür edin ki, bir nəfər meydanda qaçır, rəqib yoxdur, qapı boşdur və ora qol vurur. Nə qədər oynaya bilər onu? O oyun onu bezdirər, yorar. Oyunun əyləncəliyi nədədir? Məhdudiyyətlərdə, çətinliklə mübarizədə, rəqibi ötməkdə. Əslində biz arzuladığımız həyatı, problemsiz həyatı bir həftə 10 gün yaşasaq həyatdan bezərik, usanarıq. Və həyatda o itkilər, bütün bunlara dözməklə böyümək olduqca önəmlidir. Və bilirsiniz, biz bir şeyi anlamalıyıq. Bir arif bir insan olub, üzüyünün üzərinə yazıb ki, bu da keçər. Belə bir söz yazıb. Deyirəm, bununla yaşayıram həmişə. Çox qəmlənəndə baxıram, deyirəm, bu da keçər. Çox sevinəndə, uğur qazananda başım gicəllənməsin deyə baxıram, deyirəm, bu da keçəcək. Hər bir şey yaşadığımız dünyada müvəqqətidir. Nə sevinci daimidir, nə qəmi daimidir. Amma bütün bunlar nə üçündür? Biz əbədi bir aləmə köç edəcəyik. İnsan elə bir varlıqdır ki, yenə də qəmlənəcək. Çünki sondan qorxur. Nəyinsə sonu varsa insan əbədiyyət axtarır. Ona görə fikir verin, Quranda cənnətin qapısında belə deyilir. Deyilir, fədxuluha xalidin. Daxil olun həmişə qalmaq üçün. Həmişə qalmaq üçün. Bu sözü eşidəndə insan sakitləşəcək, aram olacaq.